Salam, hörmətli abituriyentlər, hər vaxtınız xeyir. Bu dərsimizdə Amerika, İngiltərə, Fransa və Almaniyanın 19-20-ci əsrin əvvəllərində mövzusunu izahını verəcək. Əvvəlcə başlayaq Amerika Birləşmiş Ştatlarının 19-cu əsr tarixindən danışmağa. Amerika Birləşmiş Ştatları 20-ci əsrin 19-cu əsrin əvvəllərində Thomas Jeffersonun hakimiyyətə gəlməsi ilə bəzi siyasi həyatda və ictimai münasibətlərdə dəyişikliklər yaşamağa başlayır. Thomas Jeffersonun hakimiyyətə gəlməsi ilə Amerika dinc yolla Louisiana ştatını Fransadan satın alır və bu hadisə əslində Thomas Jeffersonun ölkədəki siyasi nüfuzunu möhkəmləndirmiş olur. Əslində Louisiana ştatı Napoleon Bonaparte'ın hakimiyyəti altındaydı, yəni Fransanın hakimiyyəti altındaydı. Lakin Fransanın demək müharibələrdə çoxlu pula ehtiyacı olduğuna görə Fransa imperatoru Napoleon Bonaparte Louisiananı Thomas Jeffersona satır və Thomas Jeffersonun hakimiyyəti dövründə ölkədə əmlak senzi yaxud seçki senzi ləğv edilir. Yəni seçkilərdə hər kəsin iştirakına demək icazə verilir. Humanist qanunlar qəbul edilir ölkədə. Həmçinin Thomas Jefferson tarixdə 100 ən çox araşdırılmış şəxslərdən biridir. Hansı ki biz Thomas Jeffersonun adını İstiqlaliyyət bəyannaməsi 1776-cı il 4 iyul tarixində qəbul edilərkən, yəni Amerika Birləşmiş Ştatlarının yaranması elan edilərkən görmüşdük onun adını. Və Thomas Jefferson ölkədə məlumdur ki, Amerika Birləşmiş Ştatlarının cənub hissəsində, cənub ştatlarında əsasən köləlik hələ də saxlanılırdı. Şimal ştatlarında kapitalizm və fermer təsərrüfatı inkişaf eləyirdi. Thomas Jefferson köləliklə mübarizə aparıb, kölələrin ölkəyə gətirilməsinə qadağalar qoysa da tam şəkildə köləliliyi ləğv etməyə nail ola bilmir və ölkədə humanist qanunların verilməsi ilə məşhurdur. Hansı ki Amerika Birləşmiş Ştatlarının 4 prezidentindən biridir ki, Rushmore dağlarında onun təsviri öz əksini tapmışdır. 19-cu əsrin əvvəllərində Amerika tarixi düşməni olan İngiltərə ilə münasibətləri kəskinləşdirir. Buna səbəb nədir? Amerika Kanadanı özünə birləşdirmək istəyir. Hansı ki Kanadada İngiltərənin hakimiyyəti altında qalmışdı. Parisin Versal sarayında imzalanmış 1783-cü il müqaviləsinə əsasən İngiltərədə Amerikada itirdiyi keçmiş müstəmləkələri geri qaytarmaq istəyir. Bu səbəbdən Amerika ilə İngiltərə arasında Amerikanın Kanadaya qoşun yeritməsi ilə 2-ci İstiqlaliyyət müharibəsi adlandırılan müharibə başlamış olur. 2-ci İstiqlaliyyət müharibəsi 1812-1814-cü illəri əhatə eləyir və bu müharibənin gedişində əslində Fransa ilk vaxtlar İngiltərəyə dəstək göstərsə də, Amerika 1814-cü ildə demək Vaşinqtonun tutulması ilə öz üstünlüyünü təmin edə bilir və İngiltərəni məğlub eləyir. Ancaq buna baxmayaraq Belçikanın Gent şəhərində 1814-cü ildə iki dövlət arasında müqavilə imzalanır və belə razılığa gəlinir ki, Amerika Kanadaya olan iddialarından əl çəkəcəkdir. İngiltərədə bundan sonra Amerikaya öz müstəmləkəsi kimi baxmaq iddialarından əl çəkəcəkdir və Gent müqaviləsi ilə 2-ci İstiqlaliyyət müharibəsi adlandırılan müharibə də başa çatmış olur. Yəni Monroe doktrinası adlı doktrina qeyd edək ki, siyasi və nəzəri prinsipləri özündə əks etdirən və konsepsiya deməkdir. Yəni bir sənəddir. Amerika prezidenti James Monroe tərəfindən 1823-cü ildə elan edilmiş Monroe doktrinasına əsasən Amerika dünya üzərində öz ağalığını iddia edir və dünyanı Amerika və Avropa adlı iki sistemə bölərək Avropanın Amerikanın da Avropanın işlərinə qarışmamasını deyirdi və James Monroe'nun irəli sürdüyü bu doktrina Latın Amerikasında demək Amerikanın öz siyasi ağalığının nüfuzunu təmin etmək, Avropa dövlətlərinin Latın Amerikasında ağalıqlarını bərpa etmək istəməsinə qarşı yönəlmişdi. Bu doktrinanın nəticəsində Amerika qitəsində ABŞ öz nüfuzunu gücləndirməyə çalışır. Yəni bu doktrina ona xidmət eləyir. 19-cu əsrin 30-cu illərində əsasən bu materialdan çıxsa da qeyd edək ki, Amerikada abolisionistlər adlı hərəkat davam eləyirdi. Bu abolisionistlər hərəkatı demək quldarlığın ləğv edilməsinə qarşı yönəldilmişdi. 1860-cı ildə isə demək prezident seçkilərində quldarlığa qarşı münasibətdə üstün rol oynamış Respublikaçılar partiyası, 50-ci illərdə yaradılmış Respublikaçılar partiyası əslində Demokratlar partiyasından fərqli olaraq quldarlığın ləğv edilməsi uğrunda çıxış eləyirlər. Respublikaçılar partiyasından olan Abraham Lincoln adlı şəxs 1860-cı ildə prezident seçilir və Abraham Lincoln quldarlığın ləğv edilməsi uğrundakı mübarizəsi səbəb olur ki, cənub ştatları bundan narazı olurlar.
Ştatlar. Cənub Ştatlarında da quldarlıq üstün olduğuna görə Cənub quldarlığın ləğv edilməsini istəmir və buna görə də Cənub Ştatları ayrılırlar Amerika Birləşmiş Ştatlarından, özlərinə ayrı bir dövlət yaradırlar. Buna da deyirlər Amerika Ştatlarının Konfederasiyası. Biz qısaca bunu AŞK olaraq adlandıra bilərik və beləliklə Amerika ərazisində iki hakimiyyətlik yaranmış olur. Bu da nəyə gətirib çıxardır? Hər iki tərəf arasında, yəni Amerika Ştat Konfederasiyası və Amerika Birləşmiş Ştatları arasında mübarizə kəskinləşir və ölkədə vətəndaş müharibəsi başlayır 1861-65-ci illər dövründə. Vətəndaş müharibəsinin başlanmasına səbəb nədir? Sənaye təsərrüfatının üstün olduğu şimal və quldar təsərrüfatının üstün olduğu cənub arasında mübarizədir. Və ən əsası şimal ştatları protestantdılar, cənub ştatları da katolikdilər. Yəni bir növ sənaye burjuaziyası ilə quldar təsərrüfatın ölkədə hələ də mövcudluğunu qorumağa çalışan tərəflər arasında mübarizə Amerikada vətəndaş müharibəsinə gətirib çıxarır. Vətəndaş müharibəsi iki dövrə bölünür. 1861-62-ci illər və 1863-65-ci illər. Müharibənin ilk dövrlərində cənub ştatları Avropa dövlətlərindən aldığı kömək nəticəsində üstünlük əldə edir döyüşlərdə, amma Amerika Birləşmiş Ştatları öz üstünlüyünü, nüfuzunu göstərmək məqsədi ilə 1862-ci ildə homesteadlər haqqında qanun qəbul edir. Homestead boş yer, boş ev yaxud da boş torpaq anlamına gəlir. Bu qanunda nə deyilirdi? Bu qanunda deyilirdi ki, bundan sonra aqrar məsələ həll edilirdi və torpağı bezərmək istəyən hər bir Amerikalı cüzi miqdarda rüsum ödəməklə qərb tərəfdən 160 akır, 65 hektar torpaq əldə edə bilərdi və səmərəli şəkildə torpağı becərmək üçün orada qul təsərrüfatı qadağan idi. Yəni bir növ Amerika Birləşmiş Ştatları torpağı becərmək istəyən Amerikalılara torpaq satır cüzi bir məbləğ qarşılığında və həmin torpaqlarda qul əməyini istifadə etmək qadağandır. Həmçinin 62-ci ildə emansipasiya deyilən, yəni azad olunma haqqında bir bəyannamə qəbul olunur. Azad olunma haqqında bəyannamə 62-ci ildə qəbul olunur və qanunda göstərilir ki, növbəti ilin, yəni 63-cü ilin yanvar ayının 1-dən etibarən ölkədə quldar təsərrüfat, qul əməyi tamamilə qadağan ediləcəkdir. Quldarlıq da bu qanuna əsasən Cənub ştatlarında ləğv edilmiş olur. 1865-ci ildə Şimal ştatlarının nüfuzu möhkəmlənir və Amerika Ştat Konfederasiyasının mərkəz şəhəri olan paytaxtın tutulması nəticəsində 1865-ci ildə Şimalın qələbəsi ilə vətəndaş müharibəsi başa çatır. Lakin buna baxmayaraq Avram Lincolnun quldarlıq əleyhinə atdığı addımlarla barışmayan demokratlar Amerikada demək Avram Lincolnun teatr səhnəciyini izləməsi prosesi zamanı Lincolna sui-qəsd edirlər və Lincoln sui-qəsd nəticəsində öldürülür. Həmçinin 66-cı ildə Konstitusiya Konqres tərəfindən bir düzəliş edilir ki, bundan sonra qaradərililərlə ağdərililər arasında eyni mülki və siyasi hüquqlar təsbit ediləcəkdir. Bu arada qeyd edək ki, Amerika Birləşmiş Ştatlarına qarşı yaradılmış Amerika Ştat Konfederasiyasının anlamı nədir? Yəni konfederasiya bir birlikdir. Hansı birlik ki, onun tərkibinə daxil olan dövlətlər öz suverenliklərini itirməmək üçün müvəqqəti şəkildə bir mərkəzdə birləşirlər. Amma qeyd etmək lazımdır ki, konfederasiya heç vaxt möhkəm əsaslara malik olmayan bir birlikdir və daimi mövcudiyyətini qoruyub saxlaya bilmir. Vətəndaş müharibəsindən sonra Amerika Ştat Konfederasiyası, həmçinin Cənub ştatlarında quldarlıq ləğv edilir. Təsərrüfat artıq fermer yolu ilə inkişaf etməyə başlayır. Amerikada dəmir yollarının çəkilməsinə başlanılır. Hakimiyyət də sənaye burjuaziyasının, iri burjuaziyanın əldən keçmiş olur. 19-cu əsrin ikinci yarısında ümumiyyətlə Amerika sənaye məhsulları istehsalına görə demək dünyada 19-cu əsrin sonlarında birinci yerə çıxmaq üzrə addımlamağa başlayır və vətəndaş müharibəsindən sonra Amerika yenə də öz ərazilərini genişləndirir. Hətta Rusiyadan çox kiçik məbləğdə 7,2 milyon dollara Alyaska ştatı satın alınmış olur 1867-ci ildə və bununla da Amerika ərazi genişlənməsini təmin edir. Həmçinin Amerikanın ərazi genişlənməsini təmin edən amillər nələrdən ibarətdir? Amerika niyə qitədə öz ərazisini genişləndirib tək başına hakim olmağı bacarır? Bunun bir çox səbəbi var. Birinci səbəb bundan ibarətdir ki, Avropa və Asiya qitələrindən çox kənardadır Amerika qitəsi. Avropa dövlətləri arasında ziddiyyətlər var və Amerika öz ərazisini öz qitəsində genişləndirmək üçün uğurla çalışır. Həmçinin Amerika qitəsində Amerikaya güclü bir rəqib yoxdur və uzaq qitələr uğrunda gedən mübarizə, yəni
Avropa qitəsindən çox uzaqda baş verən demək siyasi və ərazi mübahisələri Amerikanın ərazisinin genişləndirilməsinə gətirib çıxardır. 20-ci əsrin əvvəllərində isə iqtisadi inkişaf baxımından Amerikada güclənmə görürük. Trestlər yaranır Amerikada ilk dəfə. Trest nə deməkdir? Trest o anlama gəlir ki, tərkibinə daxil olan birliklərin öz müstəqil satış hüququnu itirdiyi bir qurumdur. Trest bu anlamda istifadə edilə bilər. Tərkibinə daxil olan müəssisələr istehsalı, satış hüququ müstəqilliklərini itirdikləri insar formasıdır. İri insar birlikləri yaranmağa başlayır Amerikada həmçinin 20-ci əsrin əvvəllərində. Ən böyük trest John Rockefeller tərəfindən 20-ci əsrin əvvəllərində yaradılmışdı və onun adı Standard Oil şirkəti idi. Dünya iqtisadi böhranı 1900-1903-cü illərdə baş vermiş. Təbii ki, bu da Amerikaya müəyyən qədər təsir göstərmişdi. Həmin dünya iqtisadi böhranının nəticələrini aradan qaldırmağa çalışan ən görkəmli şəxslər isə Theodore Roosevelt və Woodrow Wilson adlı şəxslər olmuşdu. Amerika prezidenti William McKinley 1900-cü ildə sui-qəsd nəticəsində öldürüldükdən sonra prezident vəzifəsini 1901-ci ildən icra etməyə başlayan Theodore Roosevelt 1901-19-cu illərdə hakimiyyətdə olur və iqtisadiyyatın dövlət tərəfindən tənzim edilməsi siyasətini ilk dəfə həyata keçirdir. Yəni deyir ki, dövlət iqtisadiyyata müdaxilə etməlidir. Dövlətin iqtisadiyyatda nəzarəti olmasa, qarmaqarışıqlıq olar. İqtisadi inkişafı təmin etmək mümkün olmaz. Həmçinin trestlərin, yəni tərkibinə daxil olan birliklərin qeyri-müstəqil olduğu birliklərin əleyhinə qanun qəbul edir. Yəni trestlərin fəaliyyətini qadağan edən qanun verir Theodore Roosevelt. Həmçinin kapitalın həddən artıq mərkəzləşdirilməsi siyasətinə maneçilik törədilir. Həmçinin Theodore Rooseveltin dövründə böyük dəyənək siyasəti yeridilir ki, bu da Amerika Birləşmiş Ştatlarının Latin Amerikası ölkələrinə qarşı həyata keçirdiyi zorakı bir siyasət idi. Latin Amerikası üzərində hər zaman Amerika öz dəyənəyini, yəni çubuğunu istifadə eləməlidir, Theodore Roosevelt belə deyirdi. Və Theodore Rooseveltin fikrincə Amerikanın işi dünya üzərində ağalığa nail olaraq beynəlxalq polis rolunu oynamaqdır. Yəni Theodore Roosevelt 20-ci əsrin əvvəllərində dünyada Amerikanın öz ağalığını qoruyub saxlaması, Avropada, Yaxın Şərqdə, Çin, Yaponiya üzərində Amerika kimi güclü bir dövlətin ağalıq iddialarını davam etdirməsinin siyasətini yürüdürdü. William Taftın hakimiyyəti dövründə isə Latin Amerikası ölkələrinə dollar diplomatiyası adlı siyasətlə borc verilməklə Latin Amerikası ölkələri asılı vəziyyətə salınır. 20-ci əsrin əvvəllərində ümumiyyətlə Amerika dünya siyasətindən təcridçilik ayrılırdı. Yəni təcridçilik siyasəti yeridirdi. Bütün beynəlxalq münaqişələrdən uzaq gəzirdi demək olar ki, 20-ci əsrin əvvəllərində yalnız öz daxili inkişafını və öz maraqlarını, dövlət mənafeylərini, prinsiplərini qoruyub saxlamağa çalışırdı. Woodrow Wilsonun hakimiyyəti dövründə isə vergilər azaldılması üçün çalışılır. Yenə də trestlər əleyhinə qanunlar verilir. 8 saatlıq iş günü üçün təkliflər irəli sürülür. Woodrow Wilson gömrük, bank və maliyyə sahəsində islahatlar həyata keçirdir. Bank üzərinə dövlət nəzarəti qoydurur və 1913-cü ildə senatorların bilavasitə xalq tərəfindən seçilməsi üçün konstitusiyaya əlavə bir düzəliş edilir və bütün bunlara görə Woodrow Wilsonun hakimiyyət dövrü Amerikada yeni demokratiya dövrü olaraq səciyyələndirilir. Demək, Amerika Birləşmiş Ştatları haqqında danışacaqlarımız bu qədər. Keçək İngiltərə haqqında danışmağa. İngiltərənin parlamenti 19-cu əsrdə ümumiyyətlə iki partiyadan ibarətdir. Mühafizəkarlar və liberallar partiyalarından. 19-cu əsrin ortalarında İngiltərədə 18-ci əsrin 60-cı illərində başlamış sənaye çevrilişi artıq başa çatır və İngiltərə sənaye istehsalı həcminə görə dünyada ön sıralarda olduğuna görə İngiltərəni adlandırırlar dünyanın emalatxanası və İngiltərədə təmərküzləşmə səviyyəsi dünya ölkələri içərisində ilk dəfə çox həddə çatmışdı. Təmərküzləşmə nə deməkdir? Müxtəlif sahələrin iri müəssisələr şəklində cəmləşməsi deməkdir. Yəni xırda istehsal müəssisələrinin ləğv olunub yerində iri istehsal müəssisələrinin yaradılmasına biz təmərküzləşmə adını veririk. İngiltərə 19-cu əsrdə kapital ixracına və dünya ticarətindəki mövqeyinə görə dünyada birinci yeri tutur və hətta ilk dəmir yolu İngiltərədə 1825-ci ildə
çəkilmişdi. Kontinental qitə blokadası adlandırılan 1806-cı ildə Fransa tərəfindən Napoleonun hakimiyyəti dövründə İngiltərəyə qarşı irəli sürülmüş bu kontinental qitə blokadası adlandırılan blokada bunu irəli sürürdü ki, Fransadan asılı olan ölkələrə, Fransanın asılı olan ölkələrə İngiltərə ilə ticarət etmək qadağandır. Təbii ki, Fransa sonradan görür ki, özündən asılı olan ölkələr İngiltərə ilə gizlidən ticarət edirlər və kontinental qitə blokadasının elan edilməsi də o məqsədi daşıyırdı ki, İngiltərənin iqtisadi demək inkişafı zəiflədilsin və İngiltərə demək dünya dövlətləri içərisində iqtisadi inkişafdan geridə qalsın. Ancaq kontinental blokada İngiltərənin iqtisadi inkişafını ləngidə bilmir. Buna görə də Napoleon sonradan kontinental qitə blokadasından imtina etmiş olur. London dünyanın 19-cu əsrdə, 20-ci əsrin əvvəllərində maliyyə və ticarət mərkəzi idi. London şəhəri İngiltərənin paytaxtı və Londonda geniş bank şəbəkələri fəaliyyət göstərirdi. Hətta İngilis pul vahidi dünya bazarında əsas valyuta hesab edilirdi. Ən çox müstəmləkələrə sahib ölkə 19-cu əsrdə yenə də İngiltərə idi və İngiltərənin əsas müstəmləkəsi Hindistandır. İngiltərənin müstəmləkələr uğrunda Asiya və Afrikada müstəmləkələr uğrunda əsas rəqibi Fransadır. Yarım müstəmləkəyə çevirdiyi ərazi Çindir. Heç 19-cu əsr müddətində dəfələrlə tutmağa çalışdığı, amma uğursuz olduğu ərazi isə Əfqanistandır. Sənaye istehsalında isə İngiltərədə geriləmə 1871-ci ildə yaşanır. Səbəb nədir buna? Almaniyanın birləşdirilməsi. Almaniya vahid dövlətdə birləşdirilir. Alman dövlətləri öz iqtisadi inkişaflarını təmin edə bilirlər və İngiltərə 19-cu əsrin ikinci yarısında 1871-ci ildən sonra sənaye istehsalında geriləmə yaşamağa başlayır və bir növ Almaniya ilə düşmənləşir. Birinci parlament islahatı keçirilir İngiltərədə 1832-ci ildə, ikinci parlament islahatı keçirilir 1867-ci ildə. Birinci parlament islahatında nə deyilirdi? İri sənaye müəssisələri, iri sənaye burjuaziyası artıq hakimiyyətdə təmsil olunmağa haqq qazanır, yəni seçkilərdə iştirak etmək hüququ qazanır parlament seçkilərində. İkinci parlament islahatı 1867-ci ildə keçirildikdə isə burada deyilir ki, fəhlələrin yuxarı təbəqəsi və həmçinin demək xırda burjuaziya adlı qrup artıq seçkilərdə iştirak hüququ qazana bilər. İngiltərənin ilk dəfə dominion hüquq verdiyi ərazi Kanadadır 1867-ci ildə. Nə deməkdir dominion hüquq? Bir müstəmləkə ölkəyə müstəmləkəçi dövlət tərəfindən özünü idarə hüququ verilməsi dominion hüquq adlandırılır. Yəni özünü idarə hüququ verilir Kanadaya. Axı Kanada İngiltərədən asılı idi 1814 və 1783-cü il müqavilələrinə əsasən Amerikan razılığına əsasən İngiltərənin tərkibində saxlanılmışdı Kanada. Ona görə də İngiltərənin Kanadaya 1867-ci ildə dominion hüquq verməsi, özünü idarə hüququ alması Kanadanın bir növ İngiltərənin təsirindən azad olunması anlamına gəlir. İngiltərə Misiri 19-cu əsrin 80-ci illərində işğal eləməyi bacarır. 20-ci əsrin əvvəllərində isə İngiltərənin Almaniya ilə münasibətləri kəskinləşir. Buna səbəb isə Almaniyada dünya üzərində ağalıq və nüfuz iddialarındadır İngiltərədə. Və bu Almaniya ilə münasibətlərin kəskinləşməsi gətirir çıxardır ki, İngiltərə əzəli düşməni olan Fransa ilə yaxınlaşmağa başlayır və 1904-cü ildə Antanta adlı İngiltərə ilə Fransa arasında saziş imzalanır. Bu sazişin şərtlərinə əsasən Fransa İngiltərəyə deyir ki, mən sənin Misirdə ağalığa mane olmayacağam. İngiltərə də Fransaya deyir ki, mən də sənin Mərakeş üzərindəki ağalığa mane olmayacağam. Antanta adlı blokun yaradılması prosesi başa çatır. Peterburqda İngiltərə ilə Rusiya arasında 1907-ci ildə sazişin imzalanması ilə 1907-ci ildə Antantanın yaradılması başa çatdırılır. Yəni Antantada birləşən dövlətlər hansılardır? Fransadır, İngiltərədir və Rusiya adlı dövlətlərdir. Almaniyaya qarşı birləşiblər. Almaniya ilə mübarizə aparmaq uğrunda çalışırlar. Bu dövlətlərin hər biri. Antanta sözünün mənası da saziş anlamına gəlir. İngiltərə təbii ki, Cənubi Afrikanın işğalını başa çatdırıb, Afrikanın cənub hissəsinin bütövlükdə özünə məxsus olması uğrunda 1899-cu ildən 1902-ci ilə qədər mübarizə aparır. Bu mübarizə adlanır İngilis-Bur müharibəsi. Nəyə görə bu müharibəyə İngilis-Bur müharibəsi deyirik? Çünki İngiltərə Cənubi Afrikaya köçmüş Avropalıların nəsillərini burlar adlandırırdı. Buna görə də İngilis-Bur
müharibəsi 1902-ci ilə qədər davam edir. 1902-ci ildə Cənubi Afrikanın işğalı İngiltərə tərəfindən başa çatdırılır və 1910-cu ildə isə Cənubi Afrika Respublikasına dominion hüquq verilir. Yəni daxili özünü idarə hüququ verilir. Yadımıza salırıq ki, 1867 və 1910-cu ildə İngiltərə öz müstəmləkələrinə dominion hüquq vermişdi. Keçək Fransanın 19-20-ci əsrin əvvəlləri tarixindən danışmağa. Fransada 1804-14-cü illər 1-ci imperiya dövrü adlandırılır. 1-ci imperiya dövründə Fransanın imperatoru Napoleon Bonapartdır. Yəni 1-ci Napoleon adı ilə taxta çıxmış Napoleon Bonapartdır 1804-14-cü illərdə. Napoleon Bonapart başlayır Avropada işğallara. Təbii ki, Avropa dövlətləri də buna qarşı səssiz qala bilməzlər. Avropa dövlətləri nə edirlər? İngiltərədir, Rusiyadır, Avstriyadır və digər Avropa dövlətləridir. Napoleona qarşı koalisiya yaradır. Koalisiya nə deməkdir? İttifaq yaxud birlik anlamını daşıyır. 1805-ci ildə Napoleon Bonaparte Trafalgar döyüşündə ingilisləri, Trafalgar adlı dəniz döyüşündə ingilisləri məğlubiyyətə uğradır və 1805-ci ildə dərhal ondan sonra Viyana şəhərini Napoleon tutur və Viyana şəhəri tutulduqdan sonra 1805-ci ildə Austerlitz adlı döyüşdə Rusiya-Avstriya qüvvələri məğlubiyyətə uğradılır və 1806-cı ildə bu döyüşdən sonra Müqəddəs Roma imperiyasının varlığına son qoyulur. Yadımıza salırıq ki, Müqəddəs Roma imperiyası yaradılmışdı 962-ci ildə. Ta ki biz demişdik ki, 1806-cı ilə qədər Müqəddəs Roma adlı imperiya mövcudluğunu saxlayacaqdı. Hansı ki, Napoleon tərəfindən varlığına da son qoyulur. 1806-cı ildə Prusiya ərazisinə daxil olan Napoleon demək Prusiyanı məğlub eləyir və Berlin şəhərini tutur və Berlində kontinental qitə blokadası adlı 1806-cı ildə dekret verir. Həmin bu dekreti biz demişdik ki, Fransadan asılı olan ölkələrə, Fransanın özünə də İngiltərə ilə ticarət etmək qadağan edilibdi. 1807-ci ildə isə Rusiya ilə Fransa arasında Tilsit müqaviləsi imzalanır. Bu müqavilədə də deyilir ki, Rusiya Avropanın qərb hissəsində Fransanın üstünlüyünü, işğallarını tanıyır. Yəni Avropada üstünlük qazanan dövlətimiz Tilsit müqaviləsinə əsasən hansı dövlət oldu? Fransa oldu. 1807-ci ildə imzalanmış Tilsit müqaviləsinə əsasən Rusiya Fransaya söz verir ki, biz də İngiltərəyə qarşı elan etdiyiniz kontinental qitə blokadasına qoşulacağıq. Lakin sonradan Rusiya bu demək müqavilənin şərtinə əməl etmir. Buna görə də Napoleon Rusiyaya hücum çəkir. 1812-ci ildə Borodino adlı döyüş baş verir. Napoleon çox çətin vəziyyətdə də qalsa, çox itki versə də qalib gələ bilir, Moskvaya daxil ola bilir, lakin Moskva ərazisində uğur qazana bilmir. Yəni məğlubiyyətə bərabər bir qələbəyə çevrilir Borodino döyüşünün nəticəsi. Nəyə görə? Çünki Moskva demək sərt iqlimə malikdir, Rusiya ərazisi, ərzaq çatışmazlığı yaşayırlar. Ruslar partizan mübarizəsinə qalxırlar. Partizan mübarizəsi nə deməkdir? Yəni özləri müstəqil şəkildə birləşmiş qruplar tərəfindən demək hərbi döyüşlərin həyata keçirilməsi Napoleonun Rusiyadan geri çəkilməsinə səbəb olur və bu da gətirib çıxardır ki, Borodino döyüşünün nəticəsi Napoleon imperiyasının süqutunun başlanğıcını qoymuş olur. 1813-cü ildə Leipzig adlı Xalqlar döyüşü adlandırılan döyüşdə Napoleon koalisiya dövlətlər tərəfindən, Avropa koalisiyası tərəfindən Napoleona qarşı Birləşmiş Dövlətlər tərəfindən məğlub edilərək hara sürgün edilir? Elba adasına, Parisi tuturlar müttəfiq dövlətlər 1814-cü ildə və Napoleonu Elba adasına sürgün edirlər. Və 1814-15-ci illərdə müharibədən, Napoleonun müharibələrindən sonra dövlətlər arası münasibətləri yenidən bərpa etmək və əraziləri bölüşdürmək, Fransanın ələ keçirdiyi əraziləri bölüşdürmək adı altında Viyana konqresi keçirilir və Viyana konqresində əsas aparıcı dövlətlər İngiltərə idi, Rusiya idi, Prusiya və Avstriya dövlətləri idi. Fransa bu Viyana konqresinin qərarlarına əsasən müharibədən əvvəlki sərhədlərinə qayıdır. Yəni Napoleon mübarizələrə başlayana qədər Fransanın sərhədləri hansı çərçivədə idisə o sərhədlərə qayıdır və Fransa məğlub dövlət kimi təzminat ödəməlidir qalib dövlətlərə. Polşanın bir hissəsini verirlər Rusiyaya, Maltadır, Seylon adalarıdır, Afrikanın cənub hissəsi də İngiltərəyə qaytarılır, Almaniya ittifaqı yaradılır və Alman dövlətləri konfederasiyada birləşirlər. Yenidən xatırlayaq ki, konfederasiya nə deməkdir? Suverenliklərini mühafizə etmək üçün müəyyən dövlətlərin bir bayraq altında cəmləşməsi, bir demək ittifaqda birləşməsidir. Lakin konfederasiya daimi olmur. Alman dövlətləri arasında təşkil edilmiş konfederasiya da Avstriyada var, Prusiyada var. Qeyd edək ki,
Almaniyada dağınıqlıq hələ də sürür. Almaniyanın birləşdirilməsi haqqında birazdan danışacağıq. Almaniyadakı dağınıqlıq Avstriya və Prusiya arasında rəqabətə səbəb olubdur. Çünki Prusiya istəyir ki, Avstriyanı özünə cəlb etsin, özünün hakimiyyəti altında birləşdirsin, Almaniyanı vahid dövlətdə birləşdirsin. Avstriya da istəyir ki, Prusiyanı özünə birləşdirsin, Almaniyanı öz bayrağı altında vahid dövlətdə birləşdirsin. Bu da Alman ittifaqının yaradılması da gətirir çıxardır ki, Avstriya və Prusiya arasında münasibətlər kəskinləşir. Və Rusiya çarı 1-ci Aleksandr Viyana Konqresinin gedişində müqəddəs ittifaq yaradır. Müqəddəs ittifaqa daxil olan dövlətlər Prusiyadır, Avstriyadır və Rusiyadır. İngiltərə burada yoxdur və bu ittifaqın məqsədi nədir? Avropada baş verən milli azadlıq və inqilab hərəkatlarını boğmaq, həmçinin Osmanlı dövlətinə qarşı mübarizə aparmaqdır. 1815-ci ildə Napoleon əsirlikdən qaçır, Elba adasından qaçır, gəlir Fransaya, öz hakimiyyətini bərpa eləyir, 100 gün hakimiyyətdə olur. O 100 günlük dövrdə təbii ki, Avropa dövlətləri yenidən buna imkan verməzlər. Avropa dövlətləri yenidən koalisiyada birləşirlər. Waterloo döyüşündə 1815-ci ildə Napoleonu məğlub eləyirlər və Napoleonu bu dəfə müqəddəs Yelena adasına sürgün edirlər. 1848-ci ildə Fransada İkinci Respublika qurulur 52-ci ilə qədər. 1852-ci ildən 70-ci ilə qədər isə Fransada İkinci İmperiya dövrü adlandırırıq. İkinci İmperiya dövründə Louis Napoleon özünü 3-cü Napoleon adı ilə demək imperator elan edir və bu dövrdə Fransada sənaye çevrilişi başa çatmış olur 52-70-ci illər İkinci İmperiya dövründə. Təbii ki, 1870-ci ildə də Almaniya ərazisində ən güclü dövlət olan Prusiya ilə müharibə aparan Fransa Sedan döyüşündə məğlubiyyətə uğradı və Fransada bu ağır məğlubiyyətdir. Prusiyalılara məğlub olmaq Fransa üçün ağır məğlubiyyətdir. Hətta Fransa ordusu biabırcasına məğlub olur. Hətta bir ordu komandanı Fransanın bu zamanki ordu komandanı Marshal Macmahon, yəni Sedan ətrafında mühasirəyə alınır və biabırcasına təslim olmaq məcburiyyətində qalırlar. Bir general üçün, bir ordu komandanı üçün təslim olmaq nə deməkdir? Yəni biabırçılıq deməkdir. Buna görə də Fransada üsyan baş verir və bu üsyanın nəticəsində 2-ci imperiya devrilir və Fransada 3-cü respublika qurulur 1870-ci ildən 1940-cı ilə qədərki müddətdə. Fransa 1871-ci ildə müharibədə məğlub olmasına dair Versalda, daha doğrusu Frankfurtda, buraya yanlış düşübdür, Frankfurt müqaviləsi imzalanır. Almaniya ilə Fransa arasında vahid Almaniya imperiyasının yaradıldığı elan edilir. Versal sarayında başına tac qoyan 1-ci Wilhelm Almaniya imperiyasının yaradıldığını elan edir. Frankfurtda imzalanmış müqaviləyə əsasən Fransa təzminat ödəməlidir. Almaniya həmin təzminat ödənilib başa çatdırılana qədər Fransa ərazisinin şimal hissəsində, Fransanın şimal hissəsində Almaniyanın qüvvələri saxlanılmalıdır. Elzas və Lotaringiya bölgələri verilməlidir Almaniya adlı dövlətə, yəni 5 nömrəli dövlətə. 20-ci əsrin əvvəllərində dünyada sənaye istehsalının həcminə görə sıralama aşağıdakı şəkildədir. Biz hansı ki bunu bu şəkildə qeyd edə bilərik. Sənaye istehsalı həcminə görə birinci ölkə 20-ci əsrin əvvəllərində Amerika Birləşmiş Ştatlarıdır. İkinci yerdə dayanır Almaniya, üçüncü yerdə dayanır İngiltərə, dördüncü yerdə dayanır Fransa, biri də digəri də Amerikadır. Yəni xəritə üzərində olmadığına görə onu hal-hazırda göstərə bilmirik. Kapital ixracına görə Fransa İngiltərədən sonra ikinci yerdədir. Avtomobil maşınqayırma və kimya sənayesinə görə, həmçinin belə deyək, aviasiya sənayesinə görə Fransa 20-ci əsrin əvvəllərində çox güclü inkişaf dövrünü yaşayır. 20-ci əsrin əvvəllərində Fransanın ən böyük niyyəti, hansı ki 1870-71-ci illər müharibəsində məğlub olduğu Almaniyadan əvəz çıxmadır. Bu əvəz çıxmaya da biz revanşizm deyəcəyik. Biz axırıncı olaraq danışaq Almaniyadan. Baxaq görək Almaniya ərazisi necə birləşibdir. Almaniyanın 19-20-ci əsrin əvvəlləri tarixindən danışarkən ilk öncə qeyd edək ki, 1861-ci ildə kral taxtına 1-ci Wilhelm oturur və 1-ci Wilhelm 1862-ci ildə Otto von Bismarck adlı şəxsi 1-ci nazir təyin edir, kansler təyin edir. 1862-ci ildən 90-cı ilə qədər Otto von Bismarck Almaniyada baş nazir vəzifəsində qalmışdı. Otto von Bismarckın ölkədə birinci idealı ondan ibarətdir ki, Almaniya vahid dövlət halına gəlməlidir.
yəni birləşməlidir. Vahid bir imperiya yaradılmalıdır. Otto von Bismarck bunu dəmir və qanla etməyin mümkünlüyündən danışır. Yəni deyir ki, Almaniya asan-asan birləşməyəcək. Biz Almaniyanı ancaq mübarizə apararaq dəmir və qanla birləşdirə bilərik. Bu yolda da 3 dənə dövlətlə mübarizə aparmalıyıq. Birinci dövlətimiz Danimarkadır, ikinci dövlətimiz Avstriyadır, üçüncü dövlətimiz isə Fransadır. Birinci növbədə Danimarka ilə mübarizə aparılır. Schleswig və Holstein əraziləri müqavilə yolu ilə verilir Alman dövlətlərinə. Daha sonra Avstriyada razılıq verir ki, Schleswig və Holsteinin demək Prusiyaya məxsusluğuna narazılıq etmirəm 1864-cü ildə. 1866-cı ildə baş vermiş döyüşdə isə Avstriya məğlubiyyətə uğradılır. Sadova döyüşündə Şimali Alman İttifaqı yaradılır. Şimali Alman dövlətlərinin ittifaqı yaradılır. Avstriya bura daxil olmur və Şimali Alman İttifaqının bir il sonra konstitusiyası qəbul edilir 67-ci ildə. Bayaq qeyd etdiyimiz 70-71-ci illər müharibəsində Fransa məğlubiyyətə uğradılır. Almaniyanın vahidliyi elan edilir Fransada, Versal sarayında 1-ci Wilhelmin demək tac qəbul etməsi ilə 1871-ci ildə Ümum Alman Konstitusiyası adlı konstitusiyada qəbul edilmiş olur. 79-cu ildə isə Almaniya dünyada hakim olmaq iddiaları uğrunda öz mübarizəsini davam etdirməkdədir. 79-cu ildə Avstriya və Macaristanla imzalanmış müqavilə nəticəsində 1882-ci ildə də İtaliya ilə imzalanmış müqavilə nəticəsində bu dövlətlər arasında Almaniya, Avstriya, Macaristan və İtaliya arasında hərbi ittifaq yaradılır və Üçlər İttifaqı adlandırılan ilk hərbi blokun əsası qoyulur. Almaniyanın 20-ci əsrin əvvəlləri tarixi tamamilə şovinizmdən ibarətdir. Şovinizm nə deməkdir? Şovinizm millətlər arası ədavəti qızışdırmaq siyasətidir. Almaniya 20-ci əsrin əvvəllərində dinc nüfuz etmə siyasətini həyata keçirdir. Yəni Berlin-Bağdad dəmir yolu xəttini çəkməklə şərq ölkələri üzərində dinc yolla öz nüfuzunu gücləndirməyə çalışır. Hətta 1905-ci ildə Alfred von Schlieffen tərəfindən 1905-ci ildə Almaniyanın ildırım sürətində müharibə aparması ilə bağlı Schlieffen planı irəli sürülür. Schlieffen planı nə idi? Almaniya iki cəbhədə müharibə aparmalıdır. Birinci olaraq Fransa məğlub edilməli, ondan sonra digər cəbhədə Rusiya məğlubiyyətə uğradılmalıdır. Yəni biz xəritədə baxsaq, Almaniyanın o dövrdə sağ istiqamətində olan dövlət Rusiyadır. Rusiya məğlubiyyətə uğradılmalıdır. Sol istiqamətində olan dövlət isə Fransadır. Fransa məğlubiyyətə uğradılıb ərazisi demək Avropada ən güclü dövlət olan Fransanın ərazisi tutulduqdan sonra Rusiyaya qarşı mübarizə aparılmalı və Rusiya məğlubiyyətə uğradılmalıdır. Belə hörmətli abituriyentlər, bu dərsimiz haqqında danışacaqlarımız bu qədər. Kanala abunə olub, videoyu bəyənib, şərh yazmağı unutmayın. Növbəti dərslərimizdə görüşənədək sağ olun, salamat qalın.